Salam dostlar. Azərbaycanın Avropa çempionatındakı rəqibləri bilindi. Söhbət qadın voleybolundan gedir. 2026-cı ilin avqust ayında keçiriləcək Avropa çempionatının oyunları 4 ölkədə olacaq. Azərbaycan, Türkiyə, Çexiya və İsveçdə. Azərbaycanda keçiriləcək Milli Gimnastika Arenasında keçiriləcək oyunlarda Azərbaycanın rəqibləri Portuqaliya, İspaniya, Belçika, Niderland və Rumıniya komandaları olacaq. Əsas ilkin mərhələdə məsələ qrupdan çıxmaqdır. Ona görə heç olmasa ilk 4 yerliyi tutmaq lazımdır. Təsəvvür edirsiniz, Azərbaycan tarixində bu 11-ci Avropa çempionatı olacaq. Əvvəllər milli komandamız 2 dəfə 4-cü yeri tutublar. Sonuncu dəfə yadınıza gələr, 2017-ci ildə Bakıda keçirilirdi oyunlar və milli komandamız 3-cü yer uğrunda Türkiyə uduzdu və 4-cü oldu. Bu dəfə ümid eləyirik medal qazana biləcəyik. Uğurlar.